hürmet hissi yok olup, qəlbi daşlaşıb bəşəriyyətin yetim malıyla tox olub, cismi bərkiyib əksəriyyəti. İnsan bu qədər qan tökərmi? İnsan böyle vəhşiləşər mi? Bunu yaradan götürər mi? Məncə götürməz. Ya Rabbi, dünyanı xilas elə. Ya Rabbi, bizləri sən əfələ. Ya Rabbi, doğru yola sal bizi. Ya Rabbi, bizə mərhəmət elə. Üz döndərmisən Allah'dan, ama o səni yaşadır inan. O istəsə qalmaz bir an. Yeryüzünde bir cenab kör insan, ama o bizi imtihan edin. Kimi şükür, kimisi üsyan edin. Böylece bu dünya dövran edir, bir gün devretmez. Ya Rabbi, dünyanı xilas elə. Ya Rabbi, bizləri sən əfələ. Ya Rabbi, doğru yola sal bizi. Ya Rabbi, bizə mərhəmət elə. Kimsə yoxdur, sən təksən, çağırsan bircə tək adını. Bilirəm eşidərsən bəndənin ahu fəryadını. Ahu fəryadını. Döndərmisən Allah'dan, ama o səni yaşadır inan. O istəsə... Salam, hürmetli ünsiyet severler. Bugünkü ünsiyetimizi torpaqlarımızın birliği uğrunda, torpaqlarımızın, sərhədlərimizin rahatlığı uğrunda, vətən torpaqlarını qoruyaraq şəhid gedən şəhidlərimizə rəhmət diləyərək başlayırıq. Şəhid anlamı dinimizdə bilirik ki, çox yüksək bir anlamdır. Allah şəhidə yüksək bir məqam verəcək inşallah. Çünki Allah vədində hər bir zaman Allah öz vədinə xilaf çıxmır. Allah vəd edirsə deməli belədir. Şəhidin məqamı yüksəkdir və vətən torpaqları düşmən tapdağı altında olan bir millət, bu millətin övladları daim şəhid verməyə hazır olmalıdır. Bir daha şəhidlərimizə rəhmət diləyərək bugünkü ünsiyyətimizə başlayırıq. Bugün mövzumuz mübarək Ramazandan çıxdıqdan sonra bu ayı biz necə yaşamalıyıq? Bəli, biz Ramazan, mübarək Ramazan ayını, oruclu, fərqli ibadətləri ruh yüksəkliyi ilə yaşadıq və artıq bu günlər arxada qaldı. İndi Şəvval ayının 6 günlük orucunu da tutub həyatımızın gündəlik adi axarına düşəcəyik. Həyat deyilən bir yol. Bu yolda azmamaq üçün, dünyanın çeşidli imtihanlarından çıxmaq, nəfsimizi idarə edə bilmək üçün nə etməliyik? Allaha gedən yolu necə getməliyik ki, azmayaq? Hörmətli dinləyicilərimiz, bugün həmkarım, gənc həmkarım Günəl Mövsuma ilə qonağımız Nərgiz xanım Mirzəliyevadır və Nərgiz xanımdan bu suallardan doğan məsələlər ətrafında söhbət etməyi xahiş edəcəyik inşallah. Bəli, əziz dinləyicilərimiz, hər vaxtınız xeyir olsun deyirəm. Solmaz xanım, mən də öz növbəmdə şəhid olmuş
əskərlərimizə Allahdan rəhmət diləyirəm. Vətən sağ olsun deyirik. Bir millət, bir dövlət şəhidlərin axıdılan qanı ilə var olur. Var olsun Azərbaycan. Analarımıza isə Allahdan səbir diləyirik və mövzumuza keçid almaq istəyərdim. Əlaqə nömrələrimizi sizin diqqətinizə çatdırım. Əziz dinləyicilərimiz 596 71 04 bizim əlaqə nömrələrimizdir. Buyurun zəng edin. Qonağımıza öz suallarınızı ünvanlaya bilərsiniz. Mövzumuz haqqında öz fikirlərinizi bildirə bilərsiniz və qonağımız Nərgiz xanım Mirzəliyevadır. Nərgiz xanım, artıq Ramazan ayını başa vurduq. Bir ay oruç tutduq, 17 saat ac qaldıq, susuz qaldıq, nəfsimizlə mübarizə apardıq. Növbəti Ramazana dək qarşımızda uzun aylar, günlər var. Bəs bu müddəti biz necə yaşamalıyıq? Ramazanda topladığımız mənəvi gücümüzü, imanımızı digər aylara necə bölüşdürməli və bunu artırmaq üçün nələr etməliyik? Mən də dinləyicilərimizi salamlayıram. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun deyirəm. Həqiqətən Ramazan möhtəşəm bir Allahın, yəni lütfünün, rəhmətinin dəlilidir. Çünki Ramazan ayı başqa aylardan bir çox şeylərlə fərqlənir. Ramazan ayının hər günündə cəhənnəmdən azad olunanlar var. Ramazan ayının hər günündə Allahın rəhməti bol-bol yağar. Ona görə də Ramazan ayını dəyərləndirənlər əlbəttə ki qazandılar, inşallah. Amma dəyərləndirməyənlər gələn Ramazana niyyət etsinlər. Çünki bu bir nemətdir, bu bir fürsətdir. Ümumiyyətlə dünya həyatı həqiqətən bir fürsətdir. Burada qazanan qazandı, qazanmayan da itirdi getdi. Yəni biz inansaq da, inanmasaq da Allahın qoyduğu qanunlar var. Allahın yazdığı qanunlar var, hansı ki o dəyişməz, o mütləq var və olacaqdır. Onun dediyi kimi olacaqdır. Və ona görə də inananlar bu aydan bacardıqca istifadə edirlər. Amma Allah Teala boşuna heç bir söz deməyib. Onun dediklərində mütləq, yəni əmrlərində mütləq hikmət var. Gözəl hikmətlər, amma gəlin baxaq görək, ilk öncə Allah Teala Ramazanı bizə yaşatmaqla bizə nə öyrədir? Çox gözəl, möhtəşəm bir tərbiyəçinin tərbiyəsi. Deməli, Əl-Bəqərə surəsi 183-cü ayədə ey iman edənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi. Bəlkə Allahdan qorxasınız, bəlkə çəkinəsiniz, bəlkə müttəqilərdən olasınız. Nə deməkdir bu? Əsas hikmət bax bu axırıncı sözdür, axırıncı cümlədə. Bəlkə müttəqilərdən olasınız. Yəni Allah Teala Rəbdir. Rəbb həm də tərbiyəçi deməkdir. Və o bir ay müddətində, tam bir ay müddətində özündən qorxmağı sanki qullarına, müsəlmanlara, yəni iman edənlərə öyrədir. Tərbiyə edir onları tam bir ay. Yəni necə? Yəni onlar oruca başladı mı? Hə, mən artıq yeyə bilmərəm, içə bilmərəm, qeybət edə bilmərəm, artıq hərəkətlər edə bilmərəm, çünki orucum batil olar deyə düşüncəsi ilə. Batil olar nə deməkdir? Yəni ki, orucum hədər olar, ibadətim pozular qorxusu. Baxın, təqva, Allah qorxusu. Bax, bu əsl məqsəddir ki, Allah Teala ayənin sonunda da bəlkə Allahdan qorxasınız, bəlkə müttəqilərdən olasınız, bəlkə çəkinəsiniz. Necə? Necə etməliyik bunu? Bax, bu necəni Allah Teala tam bir Ramazan boyunca qullarına yaşadaraq onlara anladır, öyrədir və biz bundan nə ilə çıxmalıyıq? Yəni, bax, bu işin altından. Bu fürsətdən əlbəttə ki, inananlar istifadə edirlər. Bol-bol Quran oxuyurlar. Nədən? Çünki bu ayın mübarəkliyi, bu ayın dərəcəsini artıran çox böyük bir iş olub. Yəni, Allahın rəhmətinin çox böyük dəlili olan Quran-ı Kərim nazil edilib. Yəni, Quran yaşamaq istəyənin, Allah üçün yaşamaq istəyənin, düzgün doğru yaşamaq istəyənin və axirətə inananın həyatını asanlaşdırmaq üçün çox böyük bir kitabdır. Çox böyük bir qanunlar kitabıdır. Yəni, Allahın rəhmətini necə qazanmaq, onun rəhmətini özünə tərəf necə çəkmək?
Bəli, Nərgiz xanım, telefon xəttində tamaşaçımız var. Dinləyicimiz var. Dinləyicimiz var, bəli. Sabahınız xeyir olsun, buyurun. Alo, salam. Salam. Nadirdə adam. Bəli. Solmaz xanım, sizi də salamlayıram. Nərgiz xanımı da salamlayıram. Nərgiz xanımın keçmiş Ramazan bayramını təbrik edirəm. Sualım belədir ki, Şəvval ayında xüsusi namaz var ya yox? Məsələn, bir Ramazan orucu qəzaya qalıbsa, o qəzanı birinci tutmalı, sonra Şəvval ayının orucunu tutmalı, yoxsa birinci Şəvval ayının orucunu tutmalı, sonra Ramazan ayının qəzasını tutmalı? Sağ ol. Çox sağ olun, təşəkkür edirəm. Çox aktual soru. Yəni bu çox verilən sual Nərgiz xanım. Bəli, buyurun Nərgiz xanım. Hə. Yəni həqiqətən də biz indi bu suala toxunacağıq onsuz da. Yəni ki, Şəvval ayında olub da, Şəvval ayını da əgər hədər edəriksə, ondan da istifadə etməriksə bizim halımız nə olacaq? Yəni biz indi Şəvval ayındayıq. Ramazan ayından sonra, yəni əvvəlcə mən istəyirəm o fikrimi tamamlayım. Allah-u Teala'nın qullarını ondan çəkinməyə öyrətməsi. Onları bax bu cür tərbiyə etməsi. Allahdan nə ilə çəkinəcəklər, necə qorxacaqlar. Bu deməli, bax bu iş, bu tərbiyə bizə bir ilə bəs eləməlidir. Bax bu bir ay ərzində yaşadığımız bu hal bizə gələn Ramazana qədər yardım etməlidir. Ona görə yəni təsadüf yoxdur Allahın təsərrüfatında. Çünki təsadüf olsaydı israf olardı. Allah Teala mütləq qullarına yardım edir və tam bir Ramazanda Allahdan qorxmağı öyrədə-öyrədə sonra onu buraxır və indi Allahdan qorxaraq, günahlardan, haramlardan çəkinərək, bax beləcə davam et deyir, gələn Ramazana qədər. Çünki gələn Ramazana qədər kimin halı necə olar bilinməz, amma onun rəhməti. Və əlhəmdülillah ki, Allah Teala bax bu qaydanı bizə öyrətməklə bütün deməli, siz bir yax dediniz, indi biz necə yaşamalıyıq? Bax, biz indi bu cür yaşamalıyıq. Yəni, Qur'anla, ibadətlə, namazlarımızı qorumaqla, yəni ki, nafilə ibadətlər, təravih namazları oldu, bu ancaq Ramazanda qılınan namazdır. Bunu necə qoruyacaq? Bax, bu namazı qorumaq üçün neynəyəcək gecə namazları? Gecə namazları fərz namazlardan sonra ən fəzilətli namazlardır. Çünki gecə vaxtı nəfsi qıcıqlandıran şeylər az olur. Yəni, bir sənsən, bir də Rəbbin. Və hər bir istədiyini Allaha deyə bilərsən. Hər bir ehtiyacını ona deyə bilərsən. Zaten o sənin hər bir ehtiyacını bilir və o sənin ehtiyaclarını bilir və verir. Sənə lazım olan zamanda, lazım olan kimi, lazım olan şəkildə. Yəni, ola bilər ki, biz elə bir şey istəyək ki, o bizim əleyhimizə olsun. Allah Teala onu bizim leyhimizə çevirərək, bizim xeyrimizə çevirərək bizə verir. Və yaxud da onun əvəzinə elə bir daha xeyirli bir şey verir. Axı Allahdır. Yəni Allahdan ancaq xeyir var. Mütləq xeyir var və bu düşüncə ilə, bu ümidlə ancaq ibadət edilər. Və gecənin son 1/3-dəki o fürsəti əldən verməmək. Ki gecənin son 1/3-də Allah Teala göy səmasına enər, varmı istəyən verim deyər. Varmı dua edən qəbul edim deyər. Bu fürsətləri əldən verməmək üçün Rəbbimiz bizə Ramazanda təravih namazları qıldırdı. Başa düşürsünüzmü? Təsadüf yoxdur. Çox gözəl bir tərbiyəçinin tərbiyəsi. Mən çox istəyirəm ki, buna inananlar bunu başa düşsünlər. Yəni inanıb da bu Ramazanı ibadətə həsr edə bilməyən özünü, gələn Ramazana adasın, özünü hazırlasın artıq ki, mən heyif bu Ramazan çıxdı əlimdən, amma gələn Ramazanı mütləq mən bu şeyləri eləyəcəm. Çünki Allahın məndən umduqları var. Sual verirlər ki, namaz qılan ya qıl mən cənnətə düşəcəkmi, düşməyəcəkmi? Belə qəribə bir fikir və düşüncə və sual. Hər dəfə bu sualı verirlər. Bəli, çox yayğın bir sualdır. Baxın, məsələn, mən də belə bir sual verirəm. Acmış və susamış birisi yeməyib, içməyib, ümid edə bilərmi ki, cənnətə düşəcək? Necə? Yəni, acmışsan, susuzsan, yemə, içmə, ümid elə ki, doyacaqsan, hə, susuzluğun gedəcək, ümid elə ki, doyacaqsan. Mümkündürmü? Deyil. Yəni ki, ac adam yeməlidir ki, doysun, tox olsun, susuz adam su içməlidir ki, susuzluğu geçsin, deyilmi? Əlbəttə. Yaxşı, bəs indi Allah Taala'nın da öyrətdiyi şeylər var, tələbləri var, istəkləri var. Çünki o bizi tam bir nemət içində saxlayır. Tam bir nemət.
Hər kəsin şükür etməyə o qədər şeyləri var ki, yəni naşükür olmaq üçün bir dənə səbəb varsa, şükür etməyə milyonlarca, milyarlarca səbəblər var. Yəni insan baxsa biraz, Rəbbindən bu şükür ediləsi nemətləri görmək istəsə, Allah-u Teala mütləq onun gözünü, bəsirətini açacaq və şükür edəcəyi nemətləri onun gözünü açacaqdır. Və cənnətə girmək səbəblərindən biri də namaz olduğu kimi oruc. Yəni o İslamın şərtləri, bunlar hamısı cənnətə girmə səbəbləridir. Yəni Allah-u Teala şərt qoyur. Hər bir şey, yəni açsan, ye ki doyasan. Susuzsan, su iç ki susuzluğun geçsin. Cənnətə istəyirsən, biraz çalış. Bu lazımdır, o lazımdır, öyrədir, yəni anladır. Yəni başına buraxmır qulunu. İnsanları başına boşuna buraxmır. Ya görəsən cənnət var, yaxşı mən inandım, indi mən nə etməliyəm deyərək qoymur insanı. Yəni ona öyrədir ki, necə olmalı, nə etməli, nə etməli ki, bu yol mənim üçün asanlaşsın. Bu sadəcə bir səbəb. Bu o demək deyil ki, yəni mütləq də hər kəs əməli ilə cənnətə girəcək. Xeyr, cənnətə ancaq Allahın rəhməti ilə giriləcək. Çünki insanın hər bir əməlində qüsur var, xəta var. İnsanıq, unuduruq, yadımızdan çıxır, xəta edirik. Nə bilim, var müəyyən səhlənkarlıqlarımız hədsiz dərəcədə çox. Yəni bütün bunlarla bərabər sadəcə heç olmasa Allahın dediklərinə gücü çatan qədər çalışsa əgər, ümid edə bilər ki, inşallah ki, Allahın rəhməti ilə cənnətə girə bilər. Bax, bu ən önəmli bir şey və Ramazan bu fürsətlərin ən böyüklərindən biri. Və indi biz nə ilə yaşamalıyıq? Ramazanda yaşadığımız həyatı qoruya-qoruya yaşamalıyıq. Ramazanda əldə etdiklərimizi bütün il boyu gələn Ramazana qədər tətbiq edərək, həqiqətən qoruyaraq, bax bundan ötürü çalışaraq, bu fürsətləri əldən verə-verə, itirə-itirə deyil, qazana-qazana. Yəni gücünüz çatan qədər Allahdan qorxun deyir ya Rəbbimiz. Gücümüz çatan qədər Allahdan qorxmağa çalışmalıyıq. Bax bu gücümüz çatanı Allah bizə yükləyir. Gücümüz çatmayan Allah heç o bizə yükləməz. Siz özünüz əvvəlki verilişlərdə də gedib Ramazanın nə qədər faydaları var. Yəni hələ dünya baxımından. Bəs axirət ən önəmli olan əbədiyyət yeri bəs. Bəs o əbədiyyət yeri necə olacaq? Yəni bax onun üçün çalışmaq, onun üçün yaşamaq. Bu dünya başqa yer deyil. Bu dünya axirət üçün qazanma yeridir. Bu qazancı qazandın. Buradan nə götürdünsə mütləq onunla çıxacaqsan. Amma nə götürəcəksən? Nə ilə çıxacaqsan? Bu çox önəmli bir məsələdir. Yəni inananlar mütləq bundan ötürü çalışırlar. Bundan ötürü səy göstərirlər. Bundan ötürü çaba göstərirlər. Bununla yaşanan həyat inşallah hədər olmaz. Çünki Allah Teala Zilzəl surəsində deyir ki, zərrə qədər xeyir itməz, zərrə qədər şər də itməz. Əgər bu zərrələr itmirsə, azı çoxaldaraq qəbul edən Allah Teala heç də edərmi bizim heç olmasa səylərimizi, heç olmasa istəklərimizi? Nərgiz xanım, siz bugün söhbətinizdə bir neçə dəfə inananlar deyə vurğuladınız. Amma Quran-ı Kərimdə bəli, ey iman edənlər deyə dönə-dönə vurğulanır Allah Teala tərəfindən. Amma eyni zamanda sadəcə insanlara yönələn müraciətlər də var. Və deyək ki, iman etməyib, dərindən iman etməyib. Amma iman etməyə meyilli olan insanlar var. Mən yəni bu sualı da çoxdur tez-tez mənə verirlər ki, yaxşı bu əbədi dünya nəyə lazımdır axı? Elə bu dünyada yaşadıq, bitdi də, bir də bu dünyanı bir də yaşamalı. Yəni bu əbədi dünyada biz nə edəcəyik? Baxın, yəni belə suallar verənlər var. Yəni bu bizdən asılı olan bir işdirmi? Yəni ki, əbədi dünyanın olub-olmamağı, bunu biz müəyyən eləyirikmi? Və doğrudan da bu sualın cavabı qarşısında biz nə deməliyik? Bəli, əbədi dünya var. Və orada nə var? Əbədi dünya var. Çünki insan əbədiyyət üçün yaradılır. İnsan yaşayıb, müvəqqəti yaşayıb da ölüb yox olmaq üçün yaradılmayıb. Müvəqqəti olan bir şey üçün bu boyda iş görülməzdi. Bütün kainat, səmalar və yer və bütün bunlardakı hər iş, bunca elm, bunca qüdrət, bunlar hamısı müvəqqəti bir şey üçün hazırlana bilərdimi? Yəni Allah Teala insanı əbədiyyət üçün yaradıb. İnanan da bilsin, inanan bilir, inanmayan da özü bilər. Ona görə ki, həqiqətən Allah Teala insanı əbədiyyət üçün yaradıb. İnsan ölüb yox olmayacaq.
Bunu bilmək lazımdır. Ölüm canım qutarsın söhbəti yoxdur. Öləndə hər şey başlayacaq və hər kəs ölüm anında bunu biləcək. Sadəcə ölən adam özü bilir bunu. Bəli. Biz Ölüm- buna, bəli, biz Ölüm buna əbədiyyata bir qapıdır. Əbədi həyata bir qapıdır. Mütləq bir əbədiyyətə, yəni mütləq bir, yəni Allah yalan deyərmi? Subhanallah. Allah yalan danışmaqdan münezzəhdir. Allah Teala verdiyi sözdə durmamaqda münezzəhdir. Ona görə Allah Teala'nın əskikliklərdən uzaq olduğunu bildiyimiz üçün ümid edirik ki, o bizim dualarımızı mütləq qəbul edəcəkdir. Çünki o hər şeyi eşidən və Allah Teala, baxın Allah Teala həyalıdır. Salman Farisi rəvayət edir ki, Allah ondan razı olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: sizin Rəbbiniz həyalıdır və kərəm sahibidir. Əllərini açıb dua edənin əllərini boş qaytarmaqdan utanar. Həya edər. Təsəvvür edirsinizmi? Yəni Allah Teala ona əl açanı əli boş qaytarmaqdan həya edir. Kimdir o kimsə? O ki onun heç nə ehtiyacı yoxdur. Kim ki bir şeyin olmasını istədiyi zaman ol deməsi yetər. Bütün mülk onun. Bütün mülk onun. Mülkündə istədiyini istədiyi kimi edəndir. Hər bir şey onun istəyinə bağlıdır. O istəmədikcə bircə iş baş verə bilməz. Onun hə dediyindən başqa bir iş ola bilməz. Yəni onun yox dediyini də heç kim edə bilməz. Belə birisinin hər şeyə malik, hər şeyə sahib, sonsuz güc və qüdrət sahibi birisi həya edirsə ona əl açanın əlini boş qaytarmaqdan. Bəs bu fəqir, bu çox aciz, heç nəyə gücü yetməyən, hədsiz dərəcədə möhtac birisi nədən ona əl açıb da istəməsin ki? Və ona görə Allah Teala deyir ki, mənə ibadət etməyi özlərinə yaraşdırmayanlar, sözə baxın, mənə ibadət etməyi özlərinə yaraşdırmayanlar zəlil olaraq cəhənnəmə girəcəklər. Nərgiz xanım, baxın, möhtac dedik, qul dedik. Son dərəcə möhtac olan bir insan, son dərəcə zəif olan bir insan dedik. Amma yəni tanıdığımız insanlar var. Yəni hətta bu çoxluğun arasında belə. Yəni mən nədən zəifəm ki? Mən kifayət qədər güclüyəm, hər şeyə gücüm çatar. Yəni bu təfəkkürdə olan insanlar var. Amma məhz həmin o insanlar deyək ki, kiçik bir mikrobdan xəstələndikdə, kiçik, gözə görünməyən bir mikrobdan xəstəlik tutduqda o qədər aciz olurlar, o qədər aciz vəziyyətə düşürlər. Yəni bircə bunun təfəkküründə olmaq ki, mən əslində acizəm, ona görə ki, kiçik bir mikroba mənim gücüm çatmır. Amma böyük imtahanlar qarşısında mən tamam əliləm, zəliləm. Yəni bu təfəkkürdə olmaq lazımdır. İnsan olaraq bəli, biz əslində güclü ola bilirik, çox güclü ola bilirik. Amma Allahın verdiyi güc ilə. Verdiyi güc ilə və o zaman güclü oluruq ki, Allahın ipinə möhkəm sarılırıq. Onda həqiqətən də istəyirik və Allah bizə lazım olan qədəri də verir bizə. Günelimin sualı var, buyurun. Dualardan danışdıq Nərgiz xanım. Allah bizim istədiklərimizi deyil, onun bizdə görmək istədiklərini bizə nəsib edər inşallah deyirik. Və Nərgiz xanım, dualarımızı necə etməliyik? Dua edərkən Allaha necə müraciət etməliyik? Günün hansı saatlarında dua etsək daha yaxşı olar, daha qəbul olunacaq dualar sırasında olar? Əslində Ramazan bunu bizə öyrətmədimi? Bayaq dedik ya, gecə ibadətləri. Möhtəşəm bir zaman, möhtəşəm bir fürsət. Yəni bu fürsəti heç kim, heç bir padşah bizə verə bilməz. Ona aləmlərin ən böyük padşahı, yəni ondan üstünü yoxdur. O fürsəti o bizə verir. Ehtiyacın var, heç yoxdur məsələn, bu anda çox rahatlıq içindəsən, əlhəmdülillah. Bu rahatlığının daimi olması üçün Rəbbinə əl açıb, ona şükür edərək ona dua etməli deyilsənmi? Ya Rəbbi, nemətinin zavalından zay olmasından sənə sığınıram. Ya Rəbbi, sənin mənə verdiyin nemətləri zay etməkdən sənə sığınıram, ya Rəbbi. Mənə yardım et Allahım və məni müvəffəq et. Yəni bu dünyada müvəffəqiyyət, qalibiyyət ancaq mütləq olaraq, ancaq və ancaq Allahdandır. Allah istədiyi qalib olacaq, Allah istədiyi məğlub olacaq. Bizə İslam tarixində, yəni dünya tarixində hətta dönə-dönə misallar çəkir, hətta Qurani Kərimdə. Çox az bir qüvvə ilə çox böyük qüvvələrə qalib gələnlər nə ilə oldu? Bir dənə Allah dedikləri üçün, yəni bir dənə Allahdan yardım istədikləri üçün.
İxlasla Allah üçün olduqları üçün Allah onları rəzil etmədi. Allah Teala onları ayaqlar altına salmadı. Yıxılsalar da sürümədi onları. Yəni axır ki onları qalib olaraq vəziyyətdən çıxartdı. Burada bu dünya demişik, bilirlər, bura imtahan yeridir. Burada sıxıntılar, xəstəliklər, burada kasıbçılıqla, var dövlətlə, xəstəliklə, sağlamlıqla, gözəlliklə, kifirliklə, var ilə, yox ilə imtahandayıq. Verməsi ilə imtahan edir, alması ilə imtahan edir. Axı cənnət ucuz yer deyil. O ucuz olmayan yer üçün, əbədi rahatlığa qovuşmaq üçün, əbədi xoşbəxt olmaq üçün, bax burada bütün bunlardan xeyirlə çıxmaq lazımdır. Bəs bu xeyri nə də biləcəyik? Necə edəcəyik? Bunu Allah bizə verəcək. Allahdan istəyəcəyik, dua edəcəyik, o da verəcək. Və dualar, dua ən böyük ibadətdir. O elə bir ibadətdir ki, ondan ötürü həm rahat, həm də ən böyük. Yəni ondan ötürü heç ara getmək lazım deyil. Heç kimə ağız açmaq lazım deyil. Heç kimdən yardım istəmək lazım deyil. Olduğun hal üzrə. Olduğun hal üzrə. Adam var dəstəmaz ala bilmir. Xəstədir, yataqdadır. Amma əlhəmdülillah Allah Teala qullarına çətinlik istəməz ki, Allah Teala olduğun hal üzrə ibadət et, olduğun hal üzrə dua et. Namaz özü başdan ayağa bir böyük bir dua. Ramazan başdan ayağa böyük bir dua. Bütün günü oruclu olduğun halda təsəvvür edin, bir ay dua halındasan, ya Rəbbi mən sənə ümid edirəm, sənin rəhmətinə ümid edirəm, sənin rəhmətinə umaraq, sənə güvənərək ya Rəbbi, mən səndən istəyirəm. Sənə görə ya Rəbbi mən oruc ibadətini ortaya qoyuram ki, sən görəsən ki, mən sənə inanıram. Mən həqiqətən cənnətin və cəhənnəmin var olduğunu inandığım üçün, sənin məni cəhənnəmdən qoruman üçün ya Rəbbi, məni ümid edirəm ki, rəhmətinlə cənnətinə qoyarsan deyərək, yəni ibadətə durmaq. Ramazan bütün günü oruclu olmaq və bütün günü dua halında olmaq. Və təsəvvür edin, oruclusan və həm də dua edirsən. Ya Rəbbi ver deyirsən. Sanki ortaya bir dəlil qoymusan ki, ya Rəbbim, bax mən iman etdim, bax mən oruç tutdum, indi sən ver ya Rəbbi deyərək, bax halı Ramazanın bu. Bax bu halı qoruya bilmək və dua. Dua ilə Allaha çox-çox yönəlmək. Allah Teala dua edənləri sevir. Dua etməyənləri, istəməyənləri qəzəb edər. İnsandan bir şey istəyirsən, bir dəfə, iki dəfə, üçüncü dəfə artıq, ay bu da məni bezdirdi daha. Gündə gəlib bir şey istəyir deyir. Yəni insan halı. Yəni heç kəs qınanılası deyil. Amma Allah ondan istəməyən də qəzəb edir. Təsəvvür edirsinizmi? Nədədir bunun hikməti? Çünki həqiqətən hər şey onundur. Və o hər şeyi verməyə qadirdir. Və bizim xeyrimizi onun verməsi başqa cürdür. Bizim xeyrimizi %100 bildiyi üçün Allah Teala bizə xeyirli olanı mütləq verəcəkdir. Əgər bir şeyi vermirsə, deməli o verməməsi ilə bizi qoruyur. Bizə dua etməyi verən Allaha həmd olsun. Amin. Həqiqətən də amin. Və dinləyicimizin belə bir sualı var, Nərgiz xanım. Dinləyicimiz soruşur ki, İxlas surəsini 2.250.000 dəfə oxumuşam. Bunun savabı varmı? Gəlin bundan başlayaq ki, Allah Teala qanunsuz heç nə endirməyib. Şəriət bir qanundur. Şəriət möhfumat deyil. Şəriət çox asan bir qanundur. Təsəvvür edin, biri o boyda İxlas surəsini o qədər oxumaq üçün nə qədər saatlar ona sərf edib. Nə qədər vaxtınız sərf edib. Amma Allah öyrədib bizə yolunu. Namaz qıl və istə. Uzun deyil, bir kəlmə ilə. Ya sadəcə sən namazını qoy ortaya. De ki, ya Rəbbi, mən sənə təslim oldum deməkdir namaz. Rabbənə innənə əmənnə. Baxın, ey Rəbbimiz, biz sənə iman etdik. Əl-İmran surəsində deyir ki, biz sənə iman etdik. Yəni ki, fəğfir lənə zunubənə və bizim günahlarımızı ona görə bağışla. Nə qoydu ortaya? Bir dənə inam etməsini. Bir dənə inanmasını ortaya dəlil qoyur ki, ya Rəbbi, biz sənə iman etdik. Elə isə sən bizi məğfirət et, bağışla. Məğfirət etmək, yəni günahlarının üstünü örtərək bağışla deməkdir. Ramazanda isə duası nədir? Ey Rəbbim, sən Allahım əfv et. Çünki sən əfvi sevərsən. Sən əfvi sevərsən, məni də əfv et deyə dua et. Əfv bilirsinizmi necə bağışlamaqdır? Yəni bir daha onun üzünə vurulmayacaq. Yəni onun günahı üzünə vurulmayacaq kimi
bağışlanacaqdır. Bax belə bir, baxın, Allah Teala insana nə qədər ərköyün saxlayır, fikir verirsinizmi? İl boyu günah işləyə gəl, axırda Ramazana gəlmək nəsib oldu, əlhəmdülillah, Allah səni çatdırdı Ramazana. İndi də öyrədir ki, bax o qədər günah işlədin. Bircə ay ərzində mənə hər gün bu duanı et ki, ya Rəbbi məni əfv et. Bir dənə buna görə Allah Teala onun günahlarını əfv edir, yəni üstündən bir xət çəkir, sanki etməmiş kimi. Təsəvvür edirsinizmi? Bu qədər ərköyünlüyün qabağında gərək biz də özümüzdən çıxmayaq. Biz də Rəbbimizə minnətdar olaq. Ona şükr etməyin qaydası, birinci elə şükr etmək ibadətdir. Şükr etmək təslimiyyətdir. Ramazanda namaz qılıb oruç tutmaq, bax bu da şükrün dəlilidir. İndi isə Şəvvala gəlmişik. Bəli. Nərgiz xanım, bax, Allaha təslim olmaqdan danışdıq. Mən Allaha təslim oldum, la ilahə illallah deməklə Allaha tam təslim olmaq sayılırmı? Ümumiyyətlə, Allaha tam təslim olmaq üçün nələri etməliyik ki, tam təslim olaq? Və mən sualın ardını da verim, yəni, Nərgiz xanım, deyək ki, oruç tutduq, namaz qıldıq və dualarımızı da yetərincə elədik. Mömin olmaq üçün bu kifayətdirmi? Mömin olmaq üçün. Yəni, müsəlman olmaq üçün la ilahə illallah deyib də Muhammed sallallahu aleyhi və səlləmin Peyğəmbər olduğunu təsdiq etməklə o qapını açırsan sadəcə. İslam təslimiyyət qapısını sadəcə açdın. İndi o qapıdan içəri girmək. Nə ilə girəcəksin? La ilahə illallahın tələblərini, Peyğəmbər sallallahu aleyhi və səlləmin o la ilahə illallahı yaşamasını ortaya qoymaqla, axı dedik, axı boşuna Allah heç nə etmədi. Yəni Muhammed sallallahu aleyhi və səlləmi ancaq ona görə göndərdi ki, Qur'an bax belə yaşanır öyrətmək üçün. Qur'an boşuna bir şey deyil, Allahın kəlamıdır və bu kəlamı yaşamağı nədən, hardan öyrənəcəksiniz? Bundan ötürü Peyğəmbər göndərdi bizə və o da ən gözəl şəkildə Allahın dəvətini çatdırdı. Yəni, xeyir ancaq Muhammed sallallahu aleyhi və səlləmin etdiyi kimi etməkdədir. Özümüzdən artıq şeylər etməkdə deyil. Sadəcə yüngül və asan. Allahın istədiyi kimi o qədər. Rasulullahın sallallahu aleyhi və səlləmin etdiyi kimi başqa cür edəriksə, biz bir bidət ortaya qoymuş olacaq. Bidətin də sonu xeyirli deyil. Yəni, Allahın elminə heç bir elm artırmağa ehtiyac yoxdur. Çünki o alimlərin alimidir. Ondan üstün bilən yox, ondan daha çox bizi tanıyan yox. Bizə o çətinliyi yükləməz ki, biz oturaq, günlərlə bir zikri edək, amma ailə var, amma ehtiyaclar var. Bəlkə başqasının haqqına girərək, mən saatlarla oturum, İxlas surəsini oxuyum. Onun faydası olarmı? Haçan ki, mən başqasının haqqına girirəm. Ona yardım etmək lazımdırsa, birisinə kömək etməliyəm. Yəni, bura biz... Halal qazanc dalınca getməliyəm. Yəni, bura səbəblər dünyasıdır. Və bu səbəblər dünyasında Allah-u Teala bizim yaşamımız, imtihanımız, cənnətə girməmiz və bütün bunlardan ötürü səbəblər yaradıb. Bu səbəblərə sarılmaq mütləq lazımdır. Allahın qoyduğu qaydalar daha asandır. Özünə zülm edərək o boyda, o qədər, o surəni oxumaq. İnşallah ki, Allah onun səyini, yəni ki, yəqin ki, qəbul edər. Amma ki, o qədər özünə əziyyət verməkdə bir xeyir çətin ki olar. Ona görə ki, Peyğəmbər əleyhissalam belə etməyib. Onda axı işlər, o həm hökmüdar idi, həm ailə başçısı idi, həm ata idi, həm dost idi. Həm yəni müsəlmanların işlərini, yəni dövlət başçısı idi həm də. Yəni bir müsəlman dövləti qurulurdu və bu müsəlmanların hamısı hər sualla onun yanına gəlirdilər. O bütün günü oturub ancaq İxlas surəsini oxusaydı, bəs bu ümmətin, bu müsəlmanların problemləri necə həll olunardı? Deməli, insanların işlərini görmək, onlara daha xeyirli, onlara yardım etmək daha xeyirlidir. Nəinki sən çəkilib bir qıraqda günlərlə, saatlarla eyni sözü təkrar edə durasan. Yəni bu biraz bu bütpərəstlərin ibadətinə oxşayan bir şeydir. İslam zaten o deyil. İslam çox asandır. İslam əməldir. Bütün həyat tərzi ilə əməldir. Bəli, əməldir və la ilahə illallahın
əməl olması, əməl olaraq ortaya qoyulması da çox vacib amildir. Yəni sən dedinmi ki, mən Allahdan başqa illah, yəni ibadət, məbud olmadığına iman etdim. Sən dedinmi ki, Muhammed sallallahu aleyhi və səlləm onun qulu və rasuludur. Hə, indi sən bunu göstər. Göstər ki, sən ondan başqasını ibadət etmirsən, ehtiyacın olduğu zaman ancaq ona yönəlirsən, amma necə yönəlirsən? Rasulullahın sallallahu aleyhi və səlləmin öyrətdiyi kimi. Başqa yol yoxdur. Sahabələr ona görə bizdən çox-çox irəlidədirlər. Mən həmişə onlar haqqında oxuyanda, düşünəndə fikirləşirəm ki, biz onların ayağının tozu ola bilmədik. Niyə? Ona görə ki, onlar Rasulullahı sallallahu aleyhi və səlləmə tam təslimiyyətlə təslim oldular. Onlar həqiqətən iman etdilər Allahın Rasulu olmasına və Quranda da Allah Teala deyir ki, qoy deyir təslim, Allahı sevənlər sənə təslim olsunlar ki, Allah onları sevsin və günahlarını əfv etsin. Yəni açıq aydın Quranda deyilib bu. Əgər məsələ belədirsə, başqa şeylərə ehtiyac yoxdur. Hər şey deyilib, bütün qaydalar öyrədilib, istəmək qaydası da ibadət qaydalardır. İnsanın ağlına heç bir ehtiyac yoxdur. O da olsun ki, mükəmməl bir elmin qabağına biz nə qoya bilərik? Əlbəttə, heç bir şey Allahın elminin qarşısında insanın ağlı, zəkası çox kiçikdir, çox zərrə qədərdir. Nərgiz xanım, Allaha təslimiyyətdən danışdıq. Çox vaxt insan xisləti elədir ki, nəfsi çox vaxt ona qalib gəlir. Allaha tam təslim olmağa nəfsimiz bizə mane olur. Biz nəfsimizə qalib gəlmək üçün nə etməliyik? Ümumiyyətlə, nəfsimizə qalib gəlməyə bizə nə mane olur? Nə mane olur ki, biz o nəfsə qalib gələ bilmirik, Allaha tam təslim ola bilmirik, Allahın buyurduğu o qanunlarla, qaydalarla həyatımızı tamlığı ilə o qaydalar üzərində qura bilmirik. Nə mane olur bizə? Çox qəribədir ki, biz indi bax bu Ramazandan çıxdığımız üçün bütün sualların cavabı dönür Ramazana. Nəfsi islah edən ən güclü şey orucdur. Oruc qədər nəfsi təslim edən, onu aciz edən bir şey yoxdur. Təsəvvür edirsinizmi? Yəni Allah baxın necə qaydalar, gözəlliklər öyrədir bizə. Deməli bir ay biz oruc tuturuq, nəfsimiz lap fəqirləşir, zəifləyir, acizləşir, fikir verin. O ayda namaza da başlamaq asan da olur, hicab taxmaq istəyənə hicab taxmaq asan da olur. Nə bilim, xeyir işlər görmək asanlaşır. Nədən? Çünki nəfs o qədər zəifləyib ki, artıq sənə hökm edə bilmir. Yəni, bunda çox böyük bir hikmət var və gözəl bir asanlıq. Amma indi baxın, indi Ramazandan çıxmışıq, nəfs bəyəm kef eləməyə qoyarıq mı onu? Xeyr. İndi birinci gün orucu var, dördüncü gün orucu var, 13-ü, 14-ü, 15-i orucu var. İndi əlhəmdülillah Şəvval ayındayıq. Deməli 6 gün orucu var. Bilirsinizmi Şəvval? Bir yax qardaşımızın verdiyi sualın cavabına gələk. Bəli, Şəvval ayının 6 gün orucunun hikmətlərindən biri də 30 gün ərzində əgər bizim ibadətlərimiz, yəni oruc ibadəti, yəni açıq olaraq burada indi bu saat danışırıq onun haqqında, bir qüsura yol vermişiksə, bax o 6 gün Şəvvalda tutulan oruc o qüsurların kəffarəsi olur. Üstünə örtür. Nərgiz xanım, amma bir başqa da deyirlər ki, adətən belə hədisdə də var ki, 6 gün oruc tutan 1 il oruc tutmuş kimi sayılır. O birinci səbəb. Amma bunu əsas götürərək çox adam deyir ki, mən Ramazan ayında oruc tuta bilmədim, 6 gün oruc tutdumsa artıq 1 il oruc tutmuş kimi sayılıram. Yəni bu nə qədər doğrudur? Yox. Orada məsələ elə deyil. Yəni bir aylıq orucdan sonra, axı hədis elədir, hədisin tamamını demək lazımdır da. Yəni ki, tam bir kim Ramazanı oruc tutar və Şəvvaldan da 6 gün əlavə edərsə, hədis belədir. Kim Ramazanı oruc tutar və Şəvvaldan da 6 gün əlavə edərsə, yəni 6 gün oruc əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar. Hədis belədir. Yəni ancaq Ramazanı tutandan sonra bu 6 gün 1 ilə səbəb olar inşallah. Ya Ramazanı tutmadan 6 gün onu qutara bilərmi? Əsas fərz ibadət, 6 günlük ibadət nafilə ibadətdir. Amma Ramazan isə fərz ibadətdir. Yəni bu heç müzakirə edilməz, edilməlidir. Qutardı getdi. Çünki elə xeyirlər var ki, biz necə, bax fikir verin, uşaqlar xəstə olduğu zaman yeməz, içməz. Biz onları məcbur edirik, yox, mütləq sən bunu yeməlisən, bunu içməlisən.
Çünki sən xəstəsən, heç yeməsən, içməsən, ziyana uğrayarsan, yəni xəstəlik çətin sağalar filan məcbur edirik, elə deyilmi? İnanın ki, hər bir məcburiyyətdə xeyir var. Amma Allah məcbur eləmir, təklif edir. İstəyən götürəcək, istəməyən götürməyəcək. Çünki Allahın bizim ibadətimizə heç ehtiyacı yoxdur. Çünki biz ona ibadət etsək də, etməsək də onun şanından heç nə əskilməz. Biz təslim ibadət etməklə, təslim olmaqla da onun şanına heç bir şey artmaz. Zaten o ucalar ucasıdır və ondan ucası yoxdur. Nərgiz xanım, dinləyicimiz soruşur, Şəvval ayının orucunu dalbadal tutmaq lazımdır və ya tək-tək də tutmaq olar? Şəvval ayının orucu, deməli, qəza, əvvəlcə qardaşımızın sualı, qəza sualına cavab verək. Yəni, ümumiyyətlə, bir gün oruc tutmayan Ramazanda. Günə gün qəzası var. Yəni ki, istəyir bilərəkdən, bilməyərəkdən. Xəstəlik səbəbilə ya da ki, nə bilim, axı, nəsə bir şey baş verdi, səhlənkarlıq elədi, bir gün orucunu yeməklə pozdu, yeməklə. Orucu bu cür pozmaqdan söhbət gedir. Çünki başqa cür pozmağın kəfarəsi 60 gündür. Amma yeməklə pozulan orucun kəfarəsi günə gündür. Yəni, bir gün oruc tutmayıb, xəstələnib, ya nəsə olub, onun əvəzində bir gün oruc tutacaq. Nədən bəs insanlar səhlənkar olmamağa çalışırlar Ramazanda? Yəni, keyfim istəyir, bugün tuturam, sabah tutmuram. Ramazan fürsətini qaçırmamaq üçün. Çünki Ramazanda həqiqətən oruc çox asanlaşır. Yəni, dünya alimləri bunun üstündə baş sındırırlar ki, subhanallah, insanın yeməyi bir balaca gecikəndə, ay başım gicəlləndə, halım xarab oldu filan deyir. Nə tər olur ki, 12 saat, 17 saat bu adam ac qalır, nə halı dəyiş, əksinə biraz da gümrah olur, biraz da daha hərəkətli olur. O da olur yayın istisində. Hələ yayın da istisi güya ki var. Bəs nə oldu, nə tər oldu bu iş? Bu da Allahın bir hikməti, bu da Allahın çox böyük yardımı. Allah Ramazanda asanlaşdırır oruçları. Əməlləri, xeyir əməlləri çox asanlaşdırır. Çünki o da bizim axı cənnətə girməmizə çox istəklidir. Bilirsinizmi, deyir ki, Allah Teala qullarının işlərini qurmağı, düzənə qoymağı o qədər sevir ki, əgər insan deyir, o həddi bilsəydi, yəni o insanın işlərini qurmaq istəyinin həddini bilsəydi, deyir, tələsdiyi üçün utanardı. Və 6 gün dalbadalmı, yoxsa ara verərək fərq etməz. Yəni, həmən bunu bir dəfəlik yadımızda saxlamalıyıq ki, Ramazan bayramı bir gündür və bayram günü oruç tutmaq haramdır. Ramazandan bir gün sonra həmən Şəvval orucuna başlamaq olar. Yəni, 6 gün dalbadalda tutmaq olar, fasilə ilə də cəmi toplam olaraq 6 gün tuta bilər. Qəzası olanlar hesablasınlar, çünki bəzi adamlar xəstəlik nəzadla əlaqəli olaraq, yəni qadınlardadır bəzi səbəblərdən, deməli, vaxt qəzası çox ola bilər və qəzası çox olduğu üçün Şəvvalı qaçıra bilmək qorxusu varsa əgər, əvvəlcə Şəvvalı tutsun, sonra qəzanı tutsun. Yox, əgər imkanı olacaqsa ki, əvvəlcə qəzaları, əlbəttə ki, əvvəlcə qəzaları tutmaq lazımdır. Çünki bu fərzin qəzasıdır. Fərz ibadətin qəzasıdır. Əvvəlcə fərzləri yerinə qoymaq, sonra 6 gün Şəvvalı. Əgər vaxtı çatmasa, yalnız o zaman Şəvvalı önə keçirtmək. Bəli, çox sağ olun, təşəkkür edirik Nərgiz xanım və əlaqə nömrələrimizi bir daha dinləyicilərimizin nəzərinə çatdıraq. 591-71-04-dür bizim nömrələrimiz. Buyurun, zəng eləyin və Nərgiz xanıma öz suallarınızı ünvanlaya bilərsiniz. Nərgiz xanım, nəfs barəsində biz danışdıq, nəfsə qalib gəlmək. Ramazan ayında nəfsimizi biz daha çox sıxdıq və oruç tutmaqla nəfsimizə qalib gəlmiş sayıldıq. Düzdür, Ramazan bitdi, artıq qarşıda bizi digər Ramazana qədər 11 ay var. 11 ay gözləyir və nəfsimizin qalib gəlməsi üçün, nəfsimizə qalib gəlmək üçün gündəlik həyatımızda hansı şərtlərə əməl etməliyik? Peyğəmbərimizdən belə bir hədis var ki, deyir, az yeyin, az danışın, az yatın. Bu nəfsə qalib gəlmək üçün bu sadalanan şərtlərdəndirmi? Əlbəttə ki. Yəni, nəfs tənbəlliyi sevər. Nəfs çox yeyib, çox yatmağı sevər. Yəni, insanın əleyhinə olan şeyləri sevir. Yəni, o yaradılış etibarilə sanki bir axmaq birisidir. Yəni, deyək ki, uşaq kimi də, yəni.
Amma o tərbiyə olunan bir məxluqdur, yəni. Onu tərbiyə etmək lazımdır. Və belə sizin saydıqlarınızla onu tərbiyə etmək, onu islah eləmək, yəni nəfsi önə keçirməmək, nəfsin istəklərini önə keçirsəz, bir də görərsiniz ki, o sizə hökm eləyir. Ya, axmaq birisinə tabi olmağın aqibəti necə olar? Ona görə də artıq bizim əlhəmdülillah Allah Teala bizə ağıl neməti verib və yollarını, üsullarını öyrədib. Nəfsi təslim etmək, ona tabi olmamaq. Və artıq nəfsimizin bu qədər acizləşdiyi bir fürsətdən istifadə etmək. Təsadüf deyil ki, Allah Teala Qurani Kərimdə Əl-Qiyamə surəsindədir, mən bilən. Bəli, Əl-Qiyamə surəsindədir. And içirəm özünü qınayan nəfsə. Yəni o qədər mühüm bir işdir. Özünü qınayan nəfsə and içir Rəbbimiz. Elə deyilmi? Bəli, çünki hər bir nəfs indi, yəni heç olmasa indi bir xəta, qüsur edən, yəni nəfsinin havasına uyaraq bir xəta, qüsur edən də peşman ola bilər. Bu xeyirli heç olmasa peşmançılıqdır, gec də olsa, amma qiyamət günü, amma ölüm anında, bax o peşmançılıq çox ağır bir peşmançılıq olacaqdır. Və hədisdə də buyurulur ki, Nərgiz xanım, qiyamətdə sorğu-suala çəkilənədək bu dünyada öz nəfsini sınağa çək. Bugünün hesabı qiyamət gününün hesabından asandır. Çünki ayağımız hələ buradayıq. Burada ətrafımız var. Burada daha asandır. Bəli, bu fürsət. Hələ ki ölməmişik, fürsət əlimizdədir. Fürsətlərdən biri də duadır. Dualarımızı əsirgəməyək. Nərgiz xanım, amma adətən belə bir sual verirlər ki, dua edirəm, gecə-gündüz dua edirəm, Allahıma əllərimi açıram, gecə namazları qılıram, namaz üstündə dualar edirəm, amma nədənsə qəbul olunmur dualarım. Duaların qəbul olunmamasının səbəbi nədir? Düzgün duanı doğru düzgün etmirlərmi, yoxsa nədir? Bax, səbəb nədir? Bu çox gözəl sualdır, çünki burada bir gözəllik üzə çıxacaq bunun cavabında. Çox böyük bir Allahın lütfü üzə çıxacaq bu sualın cavabında. Yəni ki, birincisi oradan başlayaq ki, dua etdiyiniz zaman heç vaxt tələsməyin. Çünki tələsmək duanın qəbul olunmamasına səbəb olur. Bax, təsəvvür edin. Yəni birisi dua edir və dua etdiyi müddətcə o duanın fəziləti sayılan şeylər onun üçün işləyir. Yəni o adama bu anda onun istədiyi verilmirsə, o dua etməsi səbəbilə ondan bir çox bəlalar geri çevrilir. Fikir verin. Onun duası həmən görünmürsə, yəni qəbulu həmən görünmürsə, onun duası səbəbilə bir çox şeylər, yəni pisliklər xəfiflədilərək ona gəlib çatır. Yəni dua etməkdən heç vaxt məhrum olmayın. Amma bir şey var, çox gözəl bir, deməli, Ömər Allah ondan razı olsun, o belə demişdir. Mən deyir, dua etmək, duamın qəbul olunmamasına narahat deyiləm. Yəni duamın qəbul olunmaması əndişəsində deyiləm. Mən qorxuram dua edə bilməməkdən. Çünki əgər dua edirəmsə, qəbul həmən onunla bərabərdir. Yəni mən inanmalıyam ki, dua əgər xeyirlidirsə, mütləq qəbul olunacaq. Xeyirlidir, xeyirsizdir. Mütləq qəbul olunur. Başa düşürsünüzmü? Xeyirsiz deyəndə ki, xeyirsiz dua yoxdur. Hə, əlbəttə ki, kiməsə bəddua edərsən, kimisə evi yıxılsın filan bəsmələkən, o dualar ancaq öz əleyhivə işləyən bir şeylərdir. Yəni, bacarırsan xeyir dilə, özünə də xeyir dilə, özgələrə də xeyir dilə. Və bu xeyirdən Allah Teala sənə mütləq xeyir çıxardacaqdır. Amma orada bir məqam keçdi. Dua edirəmsə, mütləq qəbul onunla həmən bərabərdir. Bilirsinizmi nə deməkdir? Yəni, biz öz başına dua etmirik. Allah o duanı birisinə ilham edibsə, bir kimsə o duanı edirsə, deməli, Allah qərar verib ki, ona bu şeyi verəcəm. İstəyir bu dünyada, istəyir axirətdə. Qəbul həmən onunla bərabərdir. Bunu yəqinliklə bilmək lazımdır. Allah-u Teala qəbul etməyəcəyi şeyi quluna dua etdirməz. Siz elə bilirsiniz ki, biz ağıllıyıq, ona görə dua edirik. Xeyr, Allah bizə neymətlər vermək istəyir. Və bizə uyğun olan şeyləri dilimizlə dedirdir
Və bunun əvəzində bizim o istəməmiz əvəzində bizdən elə şeyləri çevirir, elə bəlaları çevirir ki, heç bizim ondan xəbərimiz də olmur. Allah qəbul edəcəyimiz duaları qəlbimizə ilham etsin inşallah. Allah qəbul etməyəcəyi duanı ilham etməz. Bəli. Və başqalarına edilən duadan danışaq Nərgiz xanım, baxın. Bu da möhtəşəm bir gözəllik. Yəni ki, baxın, başqalarına dua etməyin deyir ki, bir müsəlmanın başqa bir müsəlmanın qeybində, yəni o olmadığı zaman onun yanında yoxdur, eşitmir onu. Ona görə qeybində dua edərsə onun duası mütləq qəbul olunar və mələklər sənin üçün də onun misli qədər olsun deyər. Yəni sanki birisi üçün bir şey istəyirsən, özün üçün istəyirsən, amma istəyirsən ki, o yəqinliklə qəbul olsun. Deyirsən, ya Rəbbi, filan kəsə filan şeyi ver. Filan kəs üçün bu şey olsun və mələklər də həmən sənin üçün də onun misli qədər olsun deyir. Nə gözəllikdir. Nə gözəl ibadətdir. Nə gözəl ibadətdir, bəli. Və Nərgiz xanım, belə bir hədis var ki, Allah Teala, siz də bunu da qeyd etdiniz ki, bu dünyada qəbul olunmayacaq duaları Allah Teala bizə axirətdə, o dualarımızı axirətdə qəbul edəcək və Allah Teala sevdiyi bəndələrinin dualarını gecikdirə bilərmi? Çünki hədisdə belə buyurulur ki, Allah Teala buyurur ki, sevdiyim bəndələrin dualarını ona görə, qəbul olunmasına ona görə gecikdirirəm ki, onun mənə dua etməsini sevirəm. Onun səsini sevirəm. Bu doğrudurmu? Bu, yəni, qəbul etmir söhbətini bir dəfəlik işlətməmək dua məsələsindir. Çünki Allahın qəbul etmədiyi dua yoxdur. Və əgər bir dua qəbul olunması görünmürsə, yəni dedik axı, onun əvəzi mütləq verilir. Dünyada da, axirətdə də. Amma bəzi dualar var, onlar axirətə saxlanılır. Təsəvvür edirsiniz, bax, belə bir hədis var. Deyir ki, deməli, insan qiyamət günü, deməli, həşr olunacağı günü, Allah Teala ona deyəcək, ey qulum, sən məndən nə istədin, mən sənə verdin, elə deyilmi? Deyəcək, hə, ya Rabbi, verdin. Amma bir şey var idi ki, sən daim onu istədin, mən onu sənə vermədim. Deyəcək, ya Rabbi, hə. Deyəcək, bax, o vermədiyimin əvəzində, bax, sənə bunu verirəm və cənnəti göstərəcək. Və insan deyəcək ki, ya Rabbi, kaş ki o dünyada heç bir duan qəbul olmayaydı. Möhtəşəm, doğrudan, həqiqətən. Necə gözəldir İslam, necə gözəldir dinimiz, necə gözəldir Allahla olmaq, necə gözəldir. Bəli, əslində proqramımızın sonuna yaxınlaşırıq Nərgiz xanım. Əslində, yəni sonudur proqramımızın. Mən istərdim ki, baxın, siz Nərgiz xanım bu deyilənləri bir neçə cümlə ilə yekunlaşdıraydınız, dinləyicilərimizə yönələk. Nə istəyirik biz? Biz, Nərgiz xanım, Günelimiz, mən, biz nə istəyirik əslində? Biz istəyirik ki, hər kəs Allahın insanlara verdiyi, arzuladığı asanlığı anlasınlar. Asan yaşamağa çalışsınlar. Asanlıqlardan, Allahın qoyduğu asanlıqlardan istifadə etsinlər. Özlərini çətinliyə salmasınlar. Qəlblərini qorusunlar. Qəlbləri deyinərək, şikayət edərək yaşamasın. Yəni, qəlb şikayət edirsə, qəlb deyinirsə, əzalar mütləq onu dilə gətirəcəkdir və dilə gəldiyi zaman da ancaq ziyan olacaq. Allahdan razı olmaq lazımdır. Allah haqqında gözəl zəndə olmaq lazımdır. Yəqinliklə bilmək lazımdır ki, əgər Allah-u Teala bir şeyi bizə veribsə və yaxud da verməyibsə, bu bizim ancaq və ancaq xeyrimizədir. Və bilin ki, yəqinliklə bilin ki, əgər bizim sağlam olmamamız lazımdırsa bizim cənnətə girməmiz üçün, günahlardan, haramlardan qorunmamız üçün, deməli, bu bizə xeyirlidir. İnşallah. Və əgər bizim gücümüz yetəcək başqa bir şeylər var ki, Allah-u Teala onunla bizi imtihan etmək istəyir, gücümüz yetəcək. Çünki Allah gücümüz yetməyən heç nə ilə bizi yükləməz. Deməli, xeyir bundadır. Allahdan ancaq xeyir var. Və buna yəqinliklə inanmaq və bunu bilmək, Allahda əmin olmaq, Allaha güvənmək, ona təvəkkülü çoxaltmaq. Allah razı olsun sizdən. Hörmətli dinləyicilərimiz, həmişəki kimi ünsiyyətimizin sonunda Allah Taala'nın bizə məlum olan 99 adına Əsma-i Hüsnaya müraciət edirik. Əl-Afuf. Əl-Afuf adı qullarının günahlarını bağışlayan, əməl dəftərindən günahları silən, yada salıb xəcalətli olmasınlar deyə qullarına bu günahı unutduran deməkdir. Ya Afuf,
Sənin mərhəmətli baxışın bütün günahları silib süpürər, sən sevərək əfv edərsən. Sənin əfvinin kölgəsində bütün günah dəftərləri yanıb kül olar. Əfv diləyəni mərhəmətinlə əfv edib mükafatlandırarsan. İstər lütf et, istər qəhv et, bizi əfvundan məhrum etmə. Amin. Allahın bağışlanmış qulları olmaq arzusu ilə mən sizinlə sağollaşıram və Günelin də sizinlə sağollaşacaq. Amin, amin deyirik və əziz dinləyicilərimiz, unutmayaq ki, çarəsizlik Allahdan gələn ən gözəl işarələrdən biridir. Çünki Allah Təala buyurur ki, artıq duanın vaxtı yetişib. Uca Rəbbimiz dualarımızı qəbul olunmasını əngəlləyən bütün günahlarımızı bağışlasın. Amin. Dilimizi duadan, qəlbimizi imandan, gözlərimizi Quran-ı Kərimdən, əllərimizi səmadan, ayaqlarımızı doğru yoldan, alnımızı səcdədən ayırmasın. Amin. Əziz dinləyicilərimiz, Rəhman Allahımızın qəbul edəcəyi duaları qəlbimizə ilham etməsi diləyi ilə sizlərdən ayrılırıq. İnşallah qismət olarsa yenidən görüşərik. Allah'a əmanət.